Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Real sülh yoxsa 60 günlük fasilə? İran müharibəsi bitdimi? Ermənistandan Azərbaycana yüksək səviyyədə səfər olacaq. Nikol Paşinyan, Bakıya getməyə hazıram. Baxçalının Zəngəzurla bağlı təklifi Ermənistanda qorxu yaratdı. 19 iyunda Cenevrədə imzalanması gözlənilən ABŞ-İran anlaşma memorandumu ətrafında mübahisəli vəziyyət davam edir. Memorandumun mətni rəsmi olaraq açıqlanmayıb, lakin mediada yayılan məlumatlar və hər iki tərəfdən verilən açıqlamalar ümumi mənzərə ilə bağlı təəssüratlar formalaşdırır. Tərəflər 60 günlük atəşkəs əldə edir. Bu müddətdə Tehran Hörmüz boğazını açır, Vaşinqton dəniz blokadasını qaldırır. Eləcə də sanksiyalar ləğv edilənə qədər ABŞ Maliyyə Nazirliyi İranın neft kimya, bankçılıq və digər sektorları üçün lisenziyaların verilməsini təmin edir. 60 gün ərzində tərəflər yekun razılaşma üzərində işləyəcəklər, lakin finişə çatmaq bu perioddakı addımlardan asılıdır. Misal üçün, yekun razılaşmaya çatana qədər ABŞ İran aktivlərinin sərbəst buraxılmasına başlamalı, İranın nüvə proqramı ilə bağlı tələblər razılaşdırılmalı və s. Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, mediada yayılan memorandum mətninin detalları tərəflərin qarşılıqlı inamsızlığını əks etdirir və suallar yaradır. Memorandum imzalandıqdan sonra anlaşmanın praktiki icrası mümkün olacaqmı? Tərəflər yekun razılaşma əldə edə biləcəklərmi? Mövcud ziddiyyətlər, strateji maraqlar və bölgədəki vəziyyət bunun mümkünlüyünə şübhələr yaradır. Birincisi İsrail amilidir. Memorandumda İranın əsas şərtlərindən biri atəşkəsin Livana da aid edilməsi, Hizbullaha qarşı əməliyyatların dayandırılmasıdır. Hətta Əraqçı anlaşmanın ABŞ, İsrail və İran Hizbullah arasında olduğunu elan etməklə qırmızı xətti göstərdi. İranla mümkün anlaşmaya qarşı olan İsrail isə bunu qəbul etmək niyyətində deyil. Təl-Əviv Livanı anlaşmadan kənarlaşdırmaqla Hizbullahı tamamilə sıradan çıxarmaq fürsətindən yararlanmaq istəyir. Eyni zamanda bu məsələyə Tehran-Vaşinqton anlaşmasının yekunlaşmamasının yeganə yolu kimi görür. Mümkündür ki, İsrail ABŞ-nin təzyiqi qarşısında atəşkəsə Livanın daxil edilməsini qəbul edə bilər. Lakin yekun razılaşmanı sabotaj etmək üçün 60 gün ərzində Hizbullaha qarşı əməliyyatları bərpa edəcəyi riski yüksəkdir. İkincisi, Hörmüz boğazının gələcəyidir. Memorandumda boğazın 60 gün ərzində açılması qeyd olunsa da, yekun razılaşmada bunun necə əks olunacağı ziddiyyətlidir. İran müddət başa çatdıqdan sonra Omanla birlikdə boğaza nəzarət mexanizmlərini işə salmaq niyyətini gizlətmir. Müharibəni Hörmüzə nəzarət fürsəti olaraq görən mühafizəkarların da bu imkandan asanlıqla imtina edəcəkləri gözləntisi azdır. Üçüncüsü nüvə proqramıdır. Zənginləşdirilmiş uranın durulaşdırılması üzərində razılaşma haqda məlumatlar olsa da, İranın nüvə proqramından tamamilə imtina edəcəyi ehtimalı zəifdir. ABŞ İranın mülki nüvə hüququnu özünün nəzarət etməsi şərti ilə qəbul edə bilər. Lakin mühafizəkarlar bunu təslim aktı olaraq görürlər. Digər tərəfdən Tehranın nüvə potensialına çıxışa nə qədər imkan yaradacağı sual altındadır. Məsələ yekun razılaşmaya qədər müzakirə mərhələsində olacaq və tərəflər ABŞ-də, İranda 60 günlük müddətdə nüvə ilə bağlı daha çox güzəşt əldə edə biləcəyinə ümid edir. Anlaşma memorandumunun yekun razılaşma ilə nəticələnəcəyi perspektivini azaldan bu amillər bir sualı önə çıxarır. Tərəflər yekun razılaşma yoxsa zaman qazanmaq istəyir? Atəşkəs düyünlənmiş mövcud vəziyyətdən çıxmaq üçün hər iki tərəfə lazımlıdır. ABŞ isə İran kampaniyasında müəyyən nəticəni elan etmək və qlobal bazarı sabitləşdirmək baxımından daha maraqlı görünür. Yekun razılaşma istədiyi kimi baş tutarsa, Vaşinqton geosiyasi planlarında ciddi irəliləyiş əldə edə bilər. Lakin minimal qazanc yaxın dövrdə vəziyyətə nəzarəti bərpa etmək kimi görünür. Davam etməsi və məntiqi sonluğa çatması çətin görünən 60 günlük atəşkəsin növbəti hərbi kampaniyaya keçid dövrü olacağı da istisna deyil.
Ermənistan baş naziri Nikol Paşinyan dəvət olacağı tədbirdə Avropa Siyasi Birliyinin samitində iştirak etmək üçün Azərbaycana gələcəyini açıqlayıb. Teleqraf xəbər verir ki, bu barədə o parlamentdə çıxışı zamanı bildirib. Əvvəllər də demişəm, 2028-ci ildə dəvət olarsa, əlbəttə Bakıda keçiriləcək Avropa Siyasi Birliyinin samitinə qatılacağam, Paşinyan qeyd edib. Türkiyə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının Zəngəzur dəhlizi ilə bağlı təklifi Ermənistanda ciddi narahatlıq yaradıb. Baxçalı trip layihəsi Zəngəzur dəhlizinin Turan dəhlizi adlandırılmasını təklif edib. O bildirib ki, bu marşrut əslində Turan dəhlizi adlandırılmalıdır. Bu marşrut Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək və Türkiyəni qardaş Azərbaycan vasitəsilə Xəzər dənizinə, oradan da Türkistana çıxaracaq. Bu dəhliz bir millət, iki dövlət ruhunun Türk dünyasında yayılması üçün strateji cəhətdən əhəmiyyətli mühit yaradacaq. Bu marşrut mahiyyət etibarilə Turan dəhlizidir. Baxçalı qeyd edib ki, Turan dəhlizi Qarsdan Türkistan sərhədlərinə qədər uzanan tarixi və mədəni bir qapıdır. O, bu dəhlizin əsrin əsas nəqliyyat və ticarət yollarından birinə çevriləcəyini, Türk dünyasının iqtisadi dirçəlişinə səbəb olacağını da bildirib. MHP liderinin çıxışı Ermənistanda xüsusilə revanşistlər arasında narahatlıqla qarşılanıb. Son seçkilər zamanı Ermənistan vətəndaşlarına rüşvətlər xarici qüvvələrin köməyi ilə paylanıb. Həmin qüvvələr regionda vəziyyətin partlayış həddinə çatmasında maraqlıdır. Bəli, seçki rüşvəti vasitəsilə konkret müharibə təhlükəsi yaratmaq istəyirdilər. Teleqraf xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib. Biz reallığı yaxşı bilirik, o vurğulayıb. Paşinyan əlavə edib ki, Ermənistanda Qarabağ hərəkatını davam etdirməməlidir. Ölkəmizin parlamentində həmin bayrağın olması müharibə təhlükəsi deməkdir, baş nazir vurğulayıb. Paşinyanın sözlərinə görə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qraqaryanla Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin Dilican şəhərindəki son görüşü məhz həmin müharibə təhlükəsini idarə etmək məqsədi daşıyıb. Çox maraqlıdır ki, mən əvvəllər belə sürətlə görüşlərin təşkil olunduğunu xatırlamıram. Çünki adətən kim gələcək, hara gələcək, nə vaxt gələcək kimi məsələlər uzun vaxt aparırdı. Bu onu göstərir ki, hər iki tərəfdə burada hansısa təxribat və ya sui-qəsd xarakterli planın mövcud olduğu hissi var idi və buna reaksiya vermək lazım gəlirdi. Paşinyan bu formatda görüşün ilk dəfə Ermənistanda keçirildiyini vurğulayıb. Onun sözlərinə görə növbəti görüşün Azərbaycanda keçiriləcəyi gözlənilir. Ermənistan və Azərbaycanın bununla sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləməsi çox vacibdir.